Salam, axşamınız xeyir olsun, əziz dostlar, hörmətli kanal izləyiciləri. Hər birinizi kanalımıza xoş gördük. Bugün mən Tərlan sizləri Binə qəsəbəsi Atçılıq ərazisindən salamlayıram. Bir daha axşamınız xeyirli olsun. 3,5 sotda 150-160 kvadrat civarında 4 otaqlı, 2 mərtəbəli gözəl bir evin çəkilişinə gəlmişik. Atçılığın əsas girişi kanal tərəfdən də birinci girişindən daxil olacaq. Real marketlə üzbəüz görürsünüz ana məhəllə. 70-80 metr evə qədər olan məsafə asfalt küçədir. Küçədən özümüz başlamışıq. Geniş giriş qapısı pultla idarə olunan, ayrıca kiçik giriş qapısı, damafon xətt qoyulub. Ya Allah, xoş gəlmişsiniz. Axşamımız bir daha xeyirli olsun. Allah hər kisə bu həyətdə toy eləməyə, nişan eləməyə qismət eləsin. 3,5 sotda 150-160 kvadrat paket kupçalıdır. Nəqd və ipoteka ilə ala bilərsiniz. Çox vaxtınızı almayayım, zaten videoda hamısı görsənir. Həm yay, həm qış üçün nəzərdə tutulmuş söhbətgah, yay mətbəxi, yəni sizə hansı rahatsa o cür də səsləndirə bilərsiniz. Manqalnisi var, qaz peçi qoyulub, əlüzyanı var, aşağıda digər əşyaları yəni, qoymaq üçün yer var. Və gələcəyinə kimsə istəsə buranı bağlayıb cam balkon da eləyə bilər, o artıq seçimdən asılıdır. Qazon hissəsi var. Evin tam 4 tərəfinə keçmək olur və evin arxasında da əlavə olaraq həyət üçün nəzərdə tutulmuş sanitar sanucar otağı və kombi otağı var. Çox vaxtınızı almaq istəmirəm. Keçək evlə tanış olaq. Gözəl giriş qapısı, qalın, stenkası qalındır. Baxa bilərsiniz. Ya Allah, bismillah, salam əleykum. Ay maşallah, istidən evə girmək olmur. Yəni, burada kipti, ev o qədər kipti ki, 35-40 dərəcə qoyulub, 35 dərəcə qoyulub, evə istidən daxil olmaq olmur. Birinci mərtəbə isti pol, 1 ilə 2-nin arasında monolitdir. Bura bizim dəhliz, foye və pələkanın bu hissəsində əlavə hər hansı bir yığıb əşyalar da qoymaq olar. İsti polun tənzimləyiciləri də yerləşir orada. O günlər bu şəkli paylaşmışdım. Bunun qalibi var artıq, kofe qonaqlığını verməliyəm. Bu, əzizlərim, elektrik işçinin, gördüyünüz kimi, qırsı açılır. Elektrik işçi gizlənib burada. Çox qəşəng, çox ideal formadadır. Belə də bağlayaq bunu. Və keçək qonaq otağı ilə tanış olaq. Ya Allah. Geniş qonaq otağıdır. Panorama pəncərə, şəbəkə ilə, tvistin çox yüksək səviyyədə yığılıb, hazır, lüstri qoyulub, spot işıqlar, gizli işıqlar. Yəni, bir ailə üçün nəzərdə tutulmuş nə lazımsa hamısı olunub. Qapılar da ki, qəşəng ağ qapılardır, rəngli qapılardır. Burada birinci mərtəbənin sanitar qovşağı yerləşir. Əla. Bütün aksiyonları hamısı qoyulub, duş kabinə kimi və mətbəx. Bizim mətbəximiz, mebli mətbəxi yığılıb, hazır, geniş. Rəng seçimi də çox gözəl səviyyədə seçilib. Yəni, burada da 3 işıq növünə istifadə olunub. Sport işıqlardır, ledlərdir və mebel altı işıqlarımız da var təbii ki. Bax, burada gözəl yanır hal-hazırda. Və qalxaq ikinci mərtəbəyə inşallah. İkinci mərtəbənin otaqlarla tanış olaq. Burada da dediyim kimi damafonun xətti qoyulub, tam hazır. Pləkanlar da ki, bəli, nəsə lazımdır? Düzgünü görsənir. Pləkanlar da monolitdir, üstü qəşəng taxta ilə üzlənib. Ev oturuşmuş evdir. Yəni, onun kəməridir, fundamenti tam yüksək səviyyədə. Hamısı inşa olunub. Yuxarıda 3 yataq otağı. Bura axırda çıxarıq. Yekunu orada eləyərik. Ya Allah. Bura bir yataq otağı. Monolit betondur. Amma ikinci mərtəbədə atopleniya sistemidir, qızdırma. Heç inansa onları istifadə eləməyə ehtiyac yoxdur. İkinci yataq otağımız. Otaqlar da maşallah genişdir, böyüdür. Hər otağın da ki, kondisioner üçün ayrıca xətti var. Geniş otaqlarlandır. Üçüncü yataq otağı burada və bu yataq otağın
İçərisində ayrıca sanitar sanuzeli mövcuddur. Qəşəng. Və ikinci mərtəbənin də yenə də ayrıca dəhlizdə olan sanitar sanuzeli tam hazır, yüksək səviyyədə. Və keçək buradan balkona. Geniş, sakitçilikdir. Burada hər tərəfdə qəşəng tikilişdə bilər. Çıx bayra, rahat çəkdinən. Bir də ətrafı da çək. Binaçılığın girişindən bu evə qədər olan məsafə çox azdır. 900-1000 metr var da bura qədər olar. Və əsas ana yoldan da 70-80 metr aralığında məsafədə. Bax, buradan bir dənə söhbətgahın üstünü çək. Kirpitsa damı vurulub, şifrindən istifadə olunub. Yəni, materiallardan problem yoxdur. Kommunalları da qazdır, işıqdır, dövlət şirin su xətti hamısı var. Tam paket qupçalı. Start qiyməti 240 minə deyilir. Real müştəri ilə təbii ki, üzü yeni ilə gedirik. Yeni ilə inşallah hər kim alsa ona qismət olsun. Burada qeyd eləmir. Endirim mümkündür. Ətraflı çəkdik. Hər hansı bir sual olsa əlaqə saxlaya bilərsiniz. Sağ olun, sağlıqla qalın. İnşallah növbəti çəkilişlərdə görüşmək ümidi ilə. Sağ olun.